Qaz 31 sükan arxasına keçən kimi hiss etdirir ki, bu maşın sürücü üçün yox, vəzifə üçün hazırlanıb. Sovet dövründə Volqa adı hamıya tanış idi, amma Qaz 31 həmin adın elit tərəfini təmsil edirdi. Bu avtomobil küçədə çox görünməzdi, çünki əsasən məmurların, xüsusi xidmət işçilərinin və dövlət strukturlarının istifadəsində olurdu. Kuzov xətti əvvəlki Qaz 24-dən fərqli olaraq daha elit və hamar dizayna malik idi. Xrom detallarla ciddi və rəsmi görünüş ön planda idi. Bu dizayn təsadüfi deyil, maşın nümayiş üçün yox, statusu göstərmək üçün istehsal edilmişdi. Texniki tərəfdə əsas yük 2.3 və 2.4 litrlik ZMZ seriyalı benzin mühərrikin üstündədir. Karbüratorlu variantlar daha geniş yayılıb. Güc göstəricisi təxminən 125-131 at gücü civarındadır. Kağız üzərində rəqəmlər zəif görünə bilər, amma real sürüşlə mühərrik aşağı dövrlərdə verdiyi fırlanma anı ilə ağır kuzovu rahat daşıyır. Bu maşın sürət üçün yox, stabil və sakit hərəkət üçün yaradılıb. Askı sistemi yumşaq sazlanıb. Qaz 31 çala çuxuru udur, uzun yolda sürücünü yormur. Çıkan ağırdır, amma bu da maşının xarakterinin bir hissəsidir. İdarə etdiyini hiss etdirir. Əyləclər dövrünə görə orta səviyyədədir. Kəskin sürüş tərzi üçün nəzərdə tutulmayıb. Salon isə sadə, lakin genişdir. Arxa oturacaqda diz məsafəsi rahatdır. Bu da maşının rəhbər avtomobili statusunu bir daha göstərir. Materiallar lüks sayılmasa da dözümlüdür və uzun ömürlüdür. Elektronika minimum səviyyədədir. Bu gün də bir çox Qaz 31-in işlək qalmasının səbəbi məhz budur. Bu gün Qaz 31 kolleksiyaçılar və klassik Sovet avtomobillərinə marağı olanlar üçün dəyərli nümunədir. Onu alan adam sürət, komfort texnologiyası və ya iqtisadi yanacaq sərfiyyatı axtarmır. Qaz 31 keçmiş bir dövrün intizamını, ağırlığını və rəsmi ruhunu sürməyə gəlir.